Əlində bayraq, əynində idman forması, ayağında rezin çəkmələr. Bir qəhrəmanın hekayəsi. Natiq Qasımov 1-ci Qarabağ müharibəsi dövründə əsir düşən, bugünədək xəbəri gəlməyən qəhrəman. 1992-ci ildən itkindir. Ermənilər onu əsir götürmək üçün nələr etməyiblər ki? Təslim olmasaq, Xocalı əsirlərini sıra ilə öldürəcəyik deyiblər. Bu foto da o vaxt çəkilib. Natiq təslim olduğu an. Nə qədər qürurlu və mərd olasan ki, erməni əsirliyinə əlində Azərbaycan bayrağı ilə gedəsən. Natiq Qasımovun taleyi bugünə qədər məlum deyil, amma İngilis rejissor Karan Singh'in onun haqqında çəkdiyi Oğul filmində Natiqin öldürüldüyü deyilir. Anası isə oğlunun yolunu hələ də gözləyir. Torpaq uğrunda ölən varsa vətəndir və elə burada uyuyan bu qəhrəman